Salam aleyküm. Ruslan necəsən? Otur görüm. Çok sağ ol doktor, siz necəsiniz? Hə, sağ ol, çox sağ ol. Baxın dəyərlənə burada gələn bir şey yoxdur. Enerjimizi çəkib çıxardırıq. Tamam. Evə də göndəririk. Ruslan özünü necə hiss edirsən? Yaxşı doktor. Əla. Allah şükür. Əməliyyat üçün biraz ağrılarım var idi. Dində də olar, getdi yoxsa? Bəli, yaxşıdır, yaxşıdır. Daha rahatsın, değil mi? Süper. Deməli bizim Ruslanımız Adil Ağa kişi, hepatolog dostumuz göndərdi ki, mənim yanıma doktor Ruslanı mən neçə ildir izləyirəm. Ruslana kömək elə, Ruslanın qaraciyəri əldən gedir. O biz bir şey eləyə bilmirik. Bəli, Değil mi Ruslan? Bəli. Neçə yaşın var Ruslan? 41. 41. Ruslan ehtimal ki, ilerleyen vaxtlarda 50 yaş civarına qaraciyər köçürülməsində namizəd olacaqdı. Çünki qaraciyər sürətli şəkildə sıradan çıxırdı. Bax, köklüyün verdiği fəsadlardan biri budur. Bəli, düzdür. Qaraciyərdə yığılan piy, ondan sonra qaraciyər fibrozu dediğimiz tipdə fibroz deyirik, qaraciyərin bərkiməsi deyirik. Ondan da sonra nə qaraciyər sirrozu Allah korusun. Körpə uşaqları da var. Ruslan, təbrik edirəm səni. Çox sağ olun. Həqiqətən bu əməliyyatla sadəcə yəni komfort olaraq rahatlaşmayacaqsan. Yəni bu əməliyyatla sən nə elədin? Qaraciyərini qurtardın. Tamam mı? İlerleyen zamanlarda təzyiqin də yaranacaqdı ki, yavaş-yavaş yaranmışdı təzyiqin. Bir tərəfdən şəkər çıxacaqdı. Yəni bu əməliyyat səndə həyat qurtarıcı bir əməliyyat oldu. Yaxşı. Allah sizdən razı olsun. Hə, oğlun da köçdü ha bu arada. Diqqət elə, bax abur-cubur yedizdirmə, yoxsa eyni aqibət onu da gözləyir. Çünki genetik altyapısı var. Yaxşı, bax ehtiyatlı ol. Kök kişilərə deyəcəyim bir şey var burada. Qorxurlar çox gəlmə əməliyyat olmurlar. Şəxsən birbaşa sizi məsləhət görərəm. Vallahi burada personala çox təşəkkür edirəm. Sağ ol. Xəstəxana rəhbərinə təşəkkür edirəm. Sizə asılı təşəkkür edirəm. Sağ Hər şey olasın. çox yaxşı idi. Əməliyyat barəsində nə demək istəyirsən? Əməliyyat çox rahat oldu. Demək olar ki, hiss eləmədim. Aha. Demək olar ki, hiss eləmədim konkret heç bir şey. Hı hı. Səhərsi biraz ağrılar oldu ki, təbii aldı, normal. Aha. Əməliyyatda da bir balaca ağrısı olmalı. Əlbəttə biraz Amma olacaq. hər şey qaydasında. Bu vaxta qədər eşitdim, bacı da gəlmişdi sənin barəndə əməliyyat günü soruşmağa. Deyirəm, niyə bu vaxta qədər gözləyib Ruslan? Bilir ki, əməliyyat doktor, ehtiyat edirdi, qorxurdu, Bəli. çəkinirdi, çox Bəli. şey eşidirdi kənarlardan ki, elə olur, belə olur. Amma görürsən, heç də elə deyilmiş. Yəni, Əlbəttə, heç də elə düzdür. deyilmiş. Çox geçmiş olsun. Allah razı İnşallah olsun. bunu da çəkib çıxardacağıq birazdan. Hı. Evə gedirik, duş alırıq. Artıq sabahdan bütün xırdalanın maşınları səni gözləyir. Moyka işlədir Ruslan mənim xırdalanda. Oldu. Hadi geçmiş olsun. Oldu doktor. Çok sağ olun. İnşallah görüşərik. İnşallah. Haydi, Allah oldu. sizden razı olsun.